Uman yerdən küsəllər atalar sözündə ifadə olunmuş fikri mətndən verilmiş hansı cümlə ilə əsaslandırmaq mümkündür? A bəndi. Atam hesabı yaxşı bilsə də sirlərini başa düşmür. O, neftin sirrinə daha yaxşı bələddir. Yəni, bunu biz təbii ki, verilmiş atalar sözü ilə əlaqələndirə bilmərik. B bəndi. Sən de görək 9 dəfə 14 neçə edər deyib Səfa yerindən dilləndi. Boş söz soruşma. Təbii ki, əlaqələndirə bilmərik. C bəndi. Ancaq Çimnaz müəllimə Səfanın bicliyini o saat başa düşsə də onu sındırmaq istəmədi. Bunu da əlaqələndirə bilmərik. D bəndi. Ancaq Səfa o birilərin gülməyindən yox, mənim gülməyimdən incidir. Bəli, biz bu deməli fikri, bu cümləni uman yerdən küsərlər atalar sözündə ifadə olunmuş fikirlə əlaqələndirə bilərik. Yəni, uman yerdən küsərlər dedikdə nə başa düşürük? Yəni, bir insanla sən əgər belə deyək də münasibət qurmusansa və yaxud da bir insanla münasibətin varsa, deməli, ondan bəzi hərəkətləri gözləmirsən. Və burada Səfanın dediyi sözə Pərvizin gülməsi ona təsir etdi və o Pərvizdən incidi. Yəni, uman yerdən belə deyək, küsmüş oldu. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. Uyğunluğu müəyyən edin. 1. Pərvizin düşüncəsidir. 2. Səfanın düşüncəsidir. 3. Çimnaz müəllimənin düşüncəsidir. A. Rəqəmlərin sirləri bitib tükənməzdir. Deməli, bu Çimnaz müəllimənin düşüncəsidir. Baxaq. Deməli, Pərviz boş söz soruşmur. Mən sevinirəm ki, onda düşünmək qabiliyyəti var. Hesabın yuxarı dərəcələrini keçəndə görəcəksiniz ki, doğrudan da rəqəmlərin sirləri bitib tükənməzdir. Deməli, bu Çimnaz müəllimənin düşüncəsidir. Onun dilindən də verilir. Sonra B. Vaxtı ilə yoldaş haqqında yanlışlığa yol versən də, yoldaşın sənə güzəştəyə getməlidir. Biz bunu Səfanın düşüncəsinə aid eləyə bilərik. Nəyə görə? Hansı ki, deməli, Səfa Pərvizə dedi ki, gülmə, yoldaşlıqda xaini olmaz. Pərviz deyir ki, bəs sən mənə eqoist deyəndə yaxşı idi, mən də gülürəm. Səfa mənə cavab vermək istəyəndə Çimnaz müəllimə bizə yaxınlaşdı. Deməli, burada artıq vaxtı ilə Səfa deməli, Pərvizə eqoist desə də, Səfa gözləyir ki, Pərviz ona qarşı deməli, güzəştə getsin. Sonra, hesabı yaxşı bilmək, heç də onun sirlərinə bələd olmaq demək deyil. Bu isə Pərvizin düşüncəsidir. Deməli, mətnin birinci abzasını nəzər yetirək. Burada Səfa, Pərviz deyir ki, deməli, mən bu barədə bir dəfə atamla söhbət elədim. O mənə heç bir söz demədi. Biraz böyümüş gözlərlə üzümə baxıb sustu. Atam hesabı yaxşı bilsə də sirlərini başa düşmür. O neftin sirrinə daha yaxşı bələddir. Deməli, nə dedi? Atam hesabı yaxşı bilsə də sirlərini başa düşmür. Burada nə dedi? Hesabı yaxşı bilmək, heç də onun sirlərinə bələd olmaq demək deyil. Deməli, sualımızın düzgün cavabı 1C, 2B, 3A olacaq ki, bu da B bəndində öz əksini tapmışdır. Mətnə əsasən belə nəticəyə gəlmək olmaz. A bəndi. Çimnaz müəllimə şagirdlərlə mehriban davranır. Bu nəticəyə gələ bilərik, çünki mətnin bir çox yerində şahid oluruq ki, müəllimə şagirdlərlə mehriban davranır. B bəndi. Nisbətən çətin mövzular yuxarı siniflərdə tədris olunur. Bu nəticəyə də gələ bilərik, çünki verilən sualların hamısında, yəni hansı ki, belə deyək də, şagirdlərin soruşduğu suallar var idi. Onlara Çimnaz müəllimə dedi ki, bunları bəs yuxarı siniflərdə öyrənəcəksiniz. C bəndi. Pərvizin özünü Səfa qarşısında günahkar bilməsi Çimnaz müəllimənin əsəbləşib özündən çıxmasına səbəb olur. Düzdür, Pərvizin özünü Səfa qarşısında günahkar bilməsi var. Ancaq buna görə Çimnaz müəllimənin əsəbləşib özündən çıxması isə mətndə yoxdur. D bəndi. Pərvizin atası neft işçisidir. Bu nəticəyə gələ bilərik. Çünki mətnin birinci abzasında dedi ki, deməli, sıfır özü heçdir, amma birin yanına gələn kimi onu 10 dəfə artırır. Mən bu barədə bir dəfə atamla söhbət etdim. O mənə heç bir söz demədi. Biraz böyümüş gözlərlə üzümə baxıb sustu. Atam hesabı yaxşı bilsə də sirlərini başa düşmür. O, neftin sirrinə daha yaxşı bələddir. Deməli, buna əsasən deyə bilərik ki, Pərvizin atası neft işçisidir. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Mətnə əsasən birinin səbəbini müəyyən etmək mümkün deyil. A bəndi. Çimnaz müəllimənin verdiyi məsələni Pərvizin həvəslə həll etməsinin, bunun səbəbini müəyyən eləyə bilərik. Deməli, mətnin son abzasına nəzər yetirək. Deməli, deyir ki, ikimiz də sustuq. Çimnaz müəllimə qayıdıb yerinə getdi. Mən özümü onun qabağında günahkar bilib pərt olmuşdum. Ancaq
heç bir şey olmamış kimi o məni lövhənin qabağına çağırdı və bir məsələ verdi ki, həll edim. Mən bu məsələni çox həvəslə həll etdim. Bunun bir səbəbi də o idi ki, orada söhbət qazmaçılardan gedirdi, yəni mənim atamla. Deməli, biz bunun səbəbini müəyyən edə bilərik. B bəndi. Səfanın Pərvizdən inciməsinin, bunun da səbəbini müəyyən edə bilərik. Deməli, deyir ki, burada hamı güldü, mən də özümü saxlaya bilməyib güldüm. Ancaq Səfa o birilərin gülməyindən çox mənim gülməyimdən incidi. Gülmə, yoldaşlıqda xaini olmaz. Bəs sən mənə egoist deyəndə yaxşı idi. Mən də gülürəm. Səfa mənə cavab vermək istəyəndə Çimnaz müəllimə bizə yaxınlaşdı. İndi Səfanın Pərvizdən inciməsinin səbəbi nə idi? Onların bir-biri ilə münasibəti yaxın idi, bir-biri ilə dost idilər. Ona görə də deməli ərk eləyib, belə deyək, bir növ Pərvizdən incimişdi ki, bəs başqaları gülsə də sən mənə gülə bilməzsən. C bəndi. Pərviz məsələni həvəslə həll etsə də müəllimənin onun başını sığallamamasının. Biz mətnin son abzasında bunu şahid oluruq ki, Pərviz məsələni həvəslə həll eləyir və müəllimi onun başını sığallamır. Sadəcə olaraq deməli deyir ki, müəllimə başımı sığallamasa da məni bütün sinifin qabağında təriflədi. Yəni artıq müəllimə Pərvizin başını niyə, nə səbəbə sığallamadı, bunun səbəbini təbii ki, müəyyən eləyə bilmərik. Deməli, Səfanın verdiyi suala müəllimin mülayim şəkildə cavab verməsinin. Deməli, deyir ki, uşaqlar biraz yuxarı sinifdə onu da biləcəksiniz. Ali məktəbdə isə xüsusi fəlsəfə dərsləri keçilir. Müəllimə, bəs azdan çoxu çıxmaq olar, deyə Səfa yenə sual etdi. Mən bilirdim ki, Səfa bu sualı yuxarı sinif şagirdlərindən eşidib. İndi məzəlli gedərək müəllimədən soruşur. Ancaq Çimnaz müəllimə Səfanın bicliyini o saat başa düşsə də onu sındırmaq istəmədi. Çıxmaq olar, Səfa, bunu da biraz yuxarı sinifdə keçəcəksiniz deyib əlavə etdi. Yəqin yaşlı uşaqlardan eşitmişsiniz, hə? Səfa cavab vermədi. Kimsə yenidən dilləndi. Deməli, Səfanın verdiyi suala müəllimənin mülayim şəkildə cavab verməsinin səbəbi nədir? Onu sındırmaq istəməməsi. Deməli, bunun da cavabı var. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Tünd hərflərlə verilmiş ifadələrdən hansının kontekstə uyğun izahı verilməmişdir? Deməli, tünd hərflərlə verilmiş ifadələrimiz başını aşağı salmaq, başa düşmək, cavab verməmək və egoist sözlərdir. Deməli, A bəndində anlamaq verilmişdir. Başa düşmək, anlamaq. Bu olar. B bəndində dillənməmək, deməli, cavab verməmək, dillənməmək. Bu da olar. C bəndi, deməli, heç kimlə işi olmamaq, bunu hələ ki saxlayaq. D bəndi, ancaq özünü, öz mənafeyini düşünən, yəni egoist, xudbin insanlara ancaq özünü, öz mənafeyini düşünən insanlar deyilir. Göründüyü kimi, daha doğrusu başa düşmək, cavab vermək və egoist sözlərinin izahı verilmişdir. Deməli, başını aşağı salmaq ifadəsinin heç kimlə işi olmamaq mənası ola bilər. Amma kontekstə uyğun bizə izah soruşulur. Deməli, Fatma ayağa durub başını aşağı saldı. Cırıldayan səslə soruşdu. Yəni, burada başını aşağı salmaq heç kimlə işi olmamaq anlamında deyil. Sadəcə burada biraz utanmaq mənasını ifadə edir. Ona görə də C bəndi başını aşağı salmaq mənasının sözünün, ifadəsinin belə deyək, kontekstə uyğun izahı ola bilməz. Nöqtələrin yerinə cavab kağızına mətnin məzmununa uyğun ifadə yazmaqla cümləni tamamlayın. Deməli, nöqtələr burada verilmişdir. Nöqtələrin yerinə yazacaq ifadəni müəyyən etmək üçün mətnin həmin hissəsinə nəzər yetirək. Deməli, Səfa cavab vermədi. Kimsə yerindən dedi. Yox, müəllimə, öz başından çıxarıb. Hamı güldü. Mən də özümü saxlaya bilməyib güldüm. Ancaq Səfa o birilərin gülməyindən çox mənim gülməyimdən incidi. Gülmə, yoldaşlıqda xainlik olmaz. Bəs sən mənə egoist deyəndə yaxşı idi, mən də gülürəm. Səfa mənə cavab vermək istəyəndə Çimnaz müəllimə bizə yaxınlaşdı. Nə üstə mübahisə edirsiniz? Deməli, mübahisə edirsiniz ifadəsini yaza bilərik. Və yaxud da nə üstə dalaşırsınız ifadəsini yaza bilərik. Yəni, bu, deməli, mübahisə edirsiniz, dalaşırsınız. Bu və bu məzmunda olan ifadələr yazmaqla sualımızı düzgün cavablandırmaq olar. Mürəkkəb feilin işləndiyi cümləni müəyyən edin. A bəndi, o uzun saçlarını darayıb yığdı. Burada deməli, darayıb sözü feili bağlamadır. Yığdı sözü təsriflənən feildir, xəbər şəklindədir və hər ikisi sadə sözdür. B bəndi, anası uşağın ağlamağına dözə bilmədi. Deməli, burada ağlamaq sözü məslərdir.
dözə bilmədi isə təsdiqlənən feildir, xəbər şəklindədir. Göründüyü kimi dözə bilmək mürəkkəb feildir. C bəndi. Mübahisəyə yeni gələnlər də qoşulurlar. Deməli, gələnlər sözü var, qoşulurlar sözü var. Gələnlər sadə, qoşulurlar sözü isə düzəltmə sözdür. Mən gəlməyəcəyimi dostuma bildirdim. Deməli, burada 2 dənə feil var. Gəlməyəcəyimi, deməli, feil sifət. Bildirdim isə xəbər şəklində olan feildir. Hər ikisi, daha doğrusu gəlməyəcəyimi sadə sözdür. Bildirdim isə düzəltmə sözdür. Göründüyü kimi B bəndində işlənmiş dözə bilmək mürəkkəb feildir. Ona görə sualımızın düzgün cavabı B bəndi olacaq. Kəndlilər torpaqla bağlı verilmiş bu qərara etiraz etdilər cümləsində işlənməmişdir. A bəndi işarə əvəzliyi. Deməli, buradakı bu əvəzliyi işarə əvəzliyidir. Deməli, bu işlənmişdir. B bəndi frazeoloji birləşmə. Deməli, nümunədə frazeoloji birləşmə yoxdur. C bəndi düzəltmə isim. Deməli, kənd ismindən kəndli ism əmələ gəlmişdir. Deməli, bu da işlənmişdir. D bəndi, deməli, xəbər şəklində olan feil. Etiraz etdilər nümunəsindəki buradakı D şuhudi keçmiş zaman şəkilçisidir. Bizə bilərik ki, zaman şəkilçisi qəbul etmiş söz xəbər şəklində olmuş olur. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Verilmiş nümunədəki müəyyən və qeyri-müəyyən təsirli halda olan isimləri müəyyən edin. Çox kitablar oxudum, zənn elədim bəxtiyaram. Mənə çox mətləbi ahəstəcə qandırdı muğam. Deməli, çox kitablar oxudum. Kitablar sözü burada nə sualına cavab verir. Amma nə sualı təkcə ismin adlıq halının yox, eyni zamanda qeyri-müəyyən təsirlik halın sualıdır. Çox kitablar oxudum, yəni çox kitabları oxudum. Bu söz deməli qeyri-müəyyən təsirlik haldadır. Deməli, mənə çox mətləbi ahəstəcə qandırdı muğam. Mətləb sözün köküdür, isə təsirlik hal şəkilçisidir. Sual veririk. Mənə çox nəyi ahəstəcə qandırdı muğam? Deməli, mətləbi. Nəyi sualda? Müəyyən təsirlik halın sualıdır. Deməli, kitablar sözü qeyri-müəyyən təsirlik halda, mətləbi sözü isə müəyyən təsirlik haldadır. Bu sözlər isə A bəndində verilmişdir. Tərkibinə görə təhlili kök, 2 leksik şəkilçi və 1 qrammatik şəkilçi sxeminə uyğun gələn sözü müəyyən edin. A bəndi. Oxutmaq söz verilmişdir. Sözün kökü oxu, oxut, oxutmaq. B bəndində yaz sözün kökü yazdır, yazdırmaq. C bəndində sözün kökü meydan, meydança, meydançadakılar. D bəndində bağışlamaq söz verilmişdir. Sözün kökü bağışlamaq isə qrammatik şəkilcidir. Göründüyü kimi verilmiş sxema uyğun gələn söz C bəndində işlənmiş meydançadakılar sözüdür. Uyğunluğu müəyyən edin. 1. Yazılışı və tələffüzü arasında bir fərqli məqam var. 2. Yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. 3. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. Deməli, verilmiş sözlərin birinci düzgün tələffüz formasını müəyyən edək. Qaranlıq sözü tələffüz olunur. Qaranlıq şəklində. Deməli, burada L samiti N oldu, Q samiti X oldu. Deməli, burada 2 fərqli məqam var. Sonra, qonaq sevərlik sözü qonaq sevəri şəklində tələffüz olunur. Deməli, burada Q samitinin X kimi tələffüz olunması var. Sonra, L samitinin R kimi tələffüz olunması var. Bir də Q samitinin İ kimi tələffüz olunması var. Deməli, burada 3 fərqli məqam var. Qatlanmaq sözü qatdamaq şəklində tələffüz olunur. Deməli, L samiti D oldu 1. Sonra qatlan, N samiti M oldu 2. Q samiti X oldu. Bu da 3 fərqli məqam deməkdir. Qeyrətli sözü qeyrətdi şəklində tələffüz olunur. Deməli, bu sözdə bir dənə L samiti D kimi tələffüz olunur ki, bu da 1 fərqli məqam deməkdir. Qabiliyyətli sözü isə qabiliyyətdi şəklində tələffüz olunur. Deməli, Y samitinin düşməsi 1, L samitinin D kimi tələffüz olması isə 2 fərqli məqamdır. Deməli, yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var, qeyrətli sözü. 1-ə D uyğun gəldi. 2. Yazılışı və tələffüzü arasında 2 fərqli məqam var, qaranlıq sözü A və qabiliyyətli sözü E. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var, qonaqsevərlik və qatlanmaq sözü. Deməli, B və C. Deməli, 1,
D, 2 A, E, 3 B, C olur sualımızın düzgün cevabı. Bu da C bəndində verilmişdir. Bütün elmlərin açarı sual işarəsidir cümləsində əvəzliyin hansı məna növü işlənmişdir? Bu cümlədəki əvəzlik bütün əvəzliyidir. Bütün əvəzlik isə bildiyimiz kimi təyini əvəzlikdir. Deməli, sualımızın düzgün cevabı C bəndi olacaq. Hansı cümlədə fərqləndirilmiş şəkilçi sözün mənasını dəyişmişdir? Bildiyimiz kimi sözün mənasını dəyişən şəkilçi leksik şəkilçi adlanır. Biz deməli leksik şəkilçini müəyyən etməliyik. A bəndi. Kəndlidən bura nə üçün gəldiyini soruşdu. Kənd sözün kökü leksik şəkilçidən çıxışlı kal şəkilçisidir. Bu sözün formasını dəyişdi. Deməli, B bəndi. O, məktəbdən çıxanda yağış başlamışdı. Məktəb sözün kökü dən çıxışlı kal şəkilçisidir. Bu da deməli formanı dəyişdi. C bəndi. Əzabdan keçməyən səadətin qədrini bilməz. Deməli, əzabdan keçməyən səadətin qədrini bilməz. Əzab sözün köküdür, dan çıxışlı kal şəkilçisidir. D bəndi. Çaydan ocağın üstündə yavaş-yavaş qaynayırdı. Burada çay ismindən çaydan ismi əmələ gəlmişdir. Deməli, buradakı dan şəkilçisi sözün mənasını dəyişib yeni söz yaratdı. Sillagizmi tamamlayın. Bildiyimiz kimi sillagizmdə birinci və ikinci hökmlər verilir. Birinci və ikinci hökmlər əsasında nəticəni müəyyən etmək tələb olunur. Birinci hökm. Yaxşı sözü ismə aid olduqda sifət, feilə aid olduqda zərf olur. 2. Yaxşı şagird birləşməsində yaxşı sözü ismə aiddir. Deməli, yuxarıda nə dedi? İsmə aid olduqda sifət olur. Burada nə dedi? Yaxşı sözü ismə aiddir. Deməli, nəticə nə olacaq? Yaxşı şagird birləşməsindəki yaxşı sözü sifətdir. Bu da sualımızın B bəndində öz əksini tapmışdır. Məna tayları müxtəlif nitq hissəsinə aid olan amonimi müəyyən edin. Deməli, A bəndində aşıq söz verilmişdir. Aşıq sözü amonimdir, amma məna taylarının hər ikisi isimdir. B bəndində divan söz verilmişdir. Bu söz də amonimdir, ancaq məna taylarının hər ikisi isimdir. D bəndində oxşamaq söz verilmişdir. Bu da amonimdir, məna taylarının hər ikisi feildir. C bəndində kök sözü verilmişdir. Bu sözün məna taylarından biri isim, məsələn, yediyimiz kök və yaxud da sözün kökü. Digər mənası isə deməli sifətdir. Məsələn, kök insan. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Saylarla bağlı uyğunluğu müəyyən edin. 1. Özündən sonra gələn isim yalnız cəmdə işlənir. Bildiyimiz kimi bir sıra və bir çox qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər hər zaman cəmdə işlənir. 2. Özündən sonra gələn isim yalnız təkdə işlənir. Deməli, bir az, sonra bir qədər, az, xeyli, yəni bu tipli qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız deməli təkdə işlənir. 2-yə C uyğun gəldi. Özündən sonra gələn isim həm təkdə, həm də cəmdə işlənir. Bu qayda həm sıra saylarına aiddir. Qeyri-müəyyən miqdar saylarından isə deməli çox, çoxlu, bir də bu larla və larca şəkilçisini qəbul etmiş qeyri-müəyyən miqdar saylarına aiddir. Burada isə B bəndinə sıra sayı verilmişdir. Deməli 3-ə B bəndi uyğun gələcək. 1A, 2C, 3B olur sualımızın düzgün cavabı. Bu da C bəndində öz əksini tapmışdır. Hansı cümlədə sifət ismin xüsusiyyətini qəbul etmişdir? A bəndi. İgidlər cəsarətlə vuruşurdular. Deməli, igid sözün kökü lər cəm şəkilçisidir. İgid sözün nitq hissəsi olaraq sifətdir. Larlər cəm şəkilçisi isə ismə aid olan şəkilçidir. Deməli, burada sifətin isimləşməsi baş vermişdir. B bəndi. Qabaqda dayananlar bizim məktəbin şagirdləridir. Deməli, burada dayananlar isimləşmə var, ancaq nəyin isimləşməsidir? Feili, sifətin isimləşməsidir. C bəndi. 7-cilər birincilik uğrunda mübarizə aparırdılar. Burada isimləşmə var, ancaq bu sayın isimləşməsidir. D bəndi. Dəmir qapı açılanda qoca kişi yerindən qalxdı. Burada qoca sifəti var, ancaq bu da isimləşməmişdir. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Gəlmək sözünün inkarını feilin hansı şəklində həm ma-mə şəkilçisi ilə, həm də deyil sözü ilə düzəltmək mümkündür. Bildiyimiz kimi, feilin şəkillərindən vacib şəklində, deməli, sözlərin inkarını həm ma-mə, həm də deyil sözü ilə düzəltmək mümkündür. Yəni, gəlmək sözünü biz, deməli, gəlməməlisən formasında da deyə bilərik, həm də gəlməli
deyilsən formasında deyə bilərik. Deməli, sualımızın düzgün cavabı C bənd olacaq. Bilik öyrənməyi ar bilən insan mərifət qazana bilməz cümləsində feilin hansı təsriflənməyən formalarının işləndiyini müəyyən edərək cavab kağızına yazın. Deməli, bilik öyrənməyi, burada maqmək var. Bu, məslərdir. Ar bilən, burada an-ən var. Bu, feili, sifətdir. Qazana bilməz, bu mürəkkəb feildir, təsdiqlənən feildir. Deməli, biz məslər və feil sifət cavabını və yaxud da ki, deməli, öyrənməyi və ar bilən ifadələrini cavab kağızına yazmalıyıq. Mətnə əsasən belə nəticəyə gəlmək olmaz. A bəndi. Tufanın həm müsbət, həm də mənfi təsirləri olur. Təbii ki, bu nəticəyə gələ bilərik. B bəndi. Okeanlar üzərində bəzən qışda tufanlar olur. Bu nəticəyə gələ bilərik. Deməli, mətnin nəticə hissəsində var. C bəndi. İnsanlar tufan və digər təbiət hadisələrinin qarşısını ala bilərlər. Təbii ki, bu ümumiyyətcə, belə deyək, nəinki mətndə, heç həyatda da mümkün olan bir şey deyil. D bəndi. İldırımın havanı qızdırması və sürətlə genişlənməsi göy gurultusunun yaranmasına səbəb olur. Və bu nəticəyə gələ bilərik. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Verilənlərdən biri mətnin giriş hissəsinə aiddir. A bəndi. Tufanlar kənd təsərrüfatına ziyan vurur. Bu mətnin əsas hissəsinə aiddir. B bəndi. İnsanlar leysan yağışını elə yağış yağır ki, tut ucundan çıx göyə formasında da ifadə edirlər. Bəli, biz bu məlumata mətnin giriş hissəsində rast gəlirik. Deməli, deyir ki, sonra şiddətli leysan yağışı başlayır ki, tut ucundan çıx göyə. C bəndi. Buz dənələrinin ərimədən elə buz parçaları halında yerə düşməsi dolu yağması adlanır. Mətnin əsas hissəsinə aiddir. D bəndi. Okeanlarda tufan olması hallarına az təsadüf edilir. Bu da mətnin nəticə hissəsinə aiddir. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Biri, çərçivədə verilmiş sözün qarşılığı ola bilməz. Çərçivədə verilmiş söz tufan sözdür. Deməli, göy guruldayır, ildırım çaxır, tufan başlayır, qasırğa başlayır, çovğun başlayır, boran başlayır deyə bilərik, amma tsunami deyə bilmərik, çünki tsunami tufan sözünün qarşılığı ola bilməz. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. Mətnə əsasən cədvəli tamamlayın. Səbəb, buludların daxilində buz dənələri və su damcıları toqquşur, bir-birinə sürtünür, elektrik yükü əldə edir. Biz bunun nəticəsini müəyyən etməliyik. Deməli, buludların daxilində buz dənələri və su damcılarının hərəkəti dayanmır. Onlar toqquşur, bir-birinə sürtünür, elektrik yükü əldə edir. Budur. Artıq buludların üst qatı müsbət, alt qatı isə mənfi elektrik yükü daşıyır. Onların arasında qığılcım əmələ gəlir, ildırım çaxır. Bizə nə dedi? Buludların daxilində buz dənələri və su damcıları toqquşur, bir-birinə sürtünür, elektrik yükü əldə edir. Nəticədə nə olur? Deməli, ildırım çaxır. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Mətnin birinci abzasında verilmiş hansı məlumat sonuncu abzasda təksib edilir? Birinci və sonuncu abzasımızı oxuyaq. Yayda hava bəzən bürkü olur. Əmələ gələn topa-topa buludlar get-gedə qaralır. Qalınlaşaraq günəşin qabağını, sonra isə bir sahədə göy üzünü tutur. Bir anlığa sakitlik çökür, birdən külək güclənir, qara buluddan iri-iri yağış damcıları düşür. Sonra şiddətli leysan yağışı başlayır ki, tut ucundan çıx göyə. Göy guruldayır, ildırım çaxır, tufan başlayır. Bu təbiət hadisəsinə daha çox Azərbaycanın Aran rayonlarında rast gəlinir. Sonuncu abzasda deyir ki, okeanlar üzərində tufanlar az olur və əsasən qışda müşahidə edilir. Cənubi Qafqazda, həmçinin Azərbaycanın dağlıq ərazilərində ilin isti mövsümlərində tez-tez tufan olur. Deməli, A bəndində deyir ki, yayda hava bəzən bürkü olur. Təbii ki, burada biz sonuncu abzasda bunun təksib olunduğunu görmürük. B bəndi, tufan daha çox Aran rayonlarında baş verir. Deməli, birinci abzasda nə dedi? Bu təbiət hadisəsinə daha çox Azərbaycanın Aran rayonlarında rast gəlinir. Sonuncu abzasda dedi ki, Cənubi Qafqazda, həmçinin Azərbaycanın dağlıq ərazilərində ilin isti mövsümlərində tez-tez tufan olur. Deməli, burada isə dağlıq ərazi dedi. Deməli, B bəndində verilmiş fikir doğrudur. Çünki birinci abzasda deməli Aran rayonları dedi, sonuncu abzasda isə dağlıq ərazilərə getdi. C bəndi, tufan daha çox yayda olur. Deməli, doğrudur. Birinci abzasda tufanın daha çox yayda olması məsələsi var və burada daha çox ifadəsi var. Sonuncu abzasda isə okeanlar üzərində tufanlar az olur və əsasən qışda müşahidə edilir. Yəni, bunu biz bir-birinə zidd anlayış kimi qəbul edə bilmərik. Çünki deyir ki, okeanlar üzərində tufanlar az olur, az.
Və bu az olan tufanlar da daha çox qışda olur. Amma burada nə dedi? Tufanlar daha çox yayda olur. Yəni təbii ki, bunlar bir-biri ilə ziddiyyət təşkil edə bilməz. Birində deməli daha az olmasından söhbət gedir, birində isə daha çox olmasından söhbət gedir. Deməli deyə bilərik ki, tufanlar ümumi olaraq yayda daha çox olur, okeanlar üzərində az olur, olanı da qışda baş verir. Yəni bu təbii ki, məlumatın yalanlanması deyil. Deməli, tufan güclü külək və yağışla müşahidə olunur. Təbii ki, bu məlumat da sonuncu abzasda təksib olunmadı. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Tünd hərflərlə verilmiş ifadələrdən həqiqi mənada olanı müəyyən edərək cavab kağızına yazın. Deməli, tünd hərflərlə verilmiş ifadələrimiz qara buludlar, nəfəs almaq və ziyan vurmaq ifadələridir. Bunlardan biz deməli həqiqi mənada olanı müəyyən etməliyik. Ziyan vurmaq frazeoloji birləşmədir, nəfəs almaq frazeoloji birləşmədir. Ona görə bunlar məcazi mənalı söz birləşmələrdir. Deməli, qara buludlar ifadəsi isə həqiqi mənada işlənmiş ifadədir. Biz qara buludlar ifadəsini cavab kağızına yazmalıyıq.